Ukrayna ordusu dayanmır. Ukrayna hara qədər addım atacaq və yaxud da ata bilər İlham bəy? Təşəkkür edirəm Rüsü bəy. Əvvələn o bugünkü hücumda, yəni ki, axşamdan başlanan hücum barəsində, yəni ki, dron hücum barəsində istəyirəm tamaşaçılarımız da bilsin ki, bu sadəcə olaraq hərbi belə deyək ki, obyektlər deyil, yəni ki, zavodlar deyil. Ən əsas odur ki, Volkovskidəki İskəndər və Kinjal raketlərinin istehsalına 19 predmetdən çox, belə deyək ki, məhsul göndərən zavodlar hədəfə götürür. Yəni bilirsiniz necə də bu İskəndər və Kinjal raketləri çox stratejik, belə deyək ki, silahlardır Rusiya üçün. Ona görə də mən hesab edirəm ki, Ukraynanın məhz sonuncu dəfə Trump-Putin telefon danışığından sonra konkret olaraq hücumlarını təskinləşdirməsi uğursuz danışıqlar seriyasının, mən derdim ki bu seriya hətta 12 fevraldan başlayıb ilk telefon danışığından və davam eləyir və Ukrayna gözünü göstərdi ki, heç də Putin fikirləşməsin ki, məsələ Ukraynada nəzərdə tutulanların hamısını tezliklə həyata keçirdəcək. Bu, yəni ki, ona görə də Ukraynanın indiki halda bu hücumları intensivləşdirməsi, yenə deyirəm, bu uğursuz danışıqların, uğursuz diplomatik danışıqlarına bir cavabdır ki, hesab eləməsinlər ki, Ukrayna hansısa bir vəziyyətdə belə də geri çəkiləcəkdir, güzəştlərə məcbur ediləcəkdir. Bu ona adekvat cavabdır, bu bir. İkincisi, siz gördünüz də sonuncu telefon danışığında Putin belə qəribə bir şikayət elədi Trump'a ki, 7 may günü 520-dən çox dronla hücum edildi. Yəni bu ona təsir eləyibdir ki, bu Trump'a şikayət elədi. Yoxsa birdən-birə bu etiraf eləyə bilməzdi. Deməli, hər şeydən xəbəri var Putinin ki, nə dərəcədə. Yəni ki, nə qədər də ki, Ukraynanın agresiv obrazını yaratmaq istəyir. Yox, özünün pis vəziyyətə düşdüyünün bir növ etirafı idi. Elə məsələlər adətən etiraf olunmur Putin tərəfindən. Amma Trump onu göstərmək istəyir ki, yəni ki, Ukrayna qaydanı pozur. Halbuki elə deyil. Biz bunu İstanbul qarmaqarışıq diplomatiyasında da gördük. Yəni ki, fiyaskoya uğrayan bir görüş oldu. İndiki vəziyyətdə də son telefon danışığından sonra bu göstərdi ki, siz deyirsiniz ki, bu Trump yeni mövqe bildirir ki, bu mənim müharibəm deyil. Yəni bu mənim deyəndə, yəni Amerikanın müharibəsi deyil, eləmi? Bəli, əlbəttə. Necə olur ki, Birinci Dünya müharibəsində də, İkinci Dünya müharibəsində də iştirak edən, Amerikan sərhədlərindən çox-çox uzaqda olan yerlərdə, Avropada gedən müharibəyə Amerika qoşulur. Amma indi Avropada yeni müharibə gedir və Amerika Birləşmiş Ştatlarının prezidenti ki, bu bizim problemimiz deyil, mənim problemim deyil. Yəni bununla nə demək istəyir? Geri çəkilmək istəyir də. Geri çəkilmək ilk növbədə Amerika Birləşmiş Ştatlarının nüfuzuna zərərdir. Konkret olaraq da Trump'ın nüfuzuna zərər getirir. Bu məsələnin diqqətinə çatdıran kifayət dərəcədə kongresmenlər, senatorlar, belə də ki, beyin mərkəzləri var. Amma sizə qeyd edin, o maksimum çalışır ki, Rusiya ilə iqtisadi əlaqələrini qursunlar və necə ki, Ərəbistandan 3 trilyon dollarlıq mənfəət əldə etmək və perspektivdə Amerikada 1 milyon iş yerini açmağı və s. bunları daha çox hədəfləyib, nəinki Ukraynada müharibənin dayandırılması. Hamı gözləyirdi ki, İstanbuldan sonraki telefon danışığı var ki, bilirsiniz də Albaniyanın Tirana şəhərinin, Avropa İttifaqının liderləri və konkret olaraq Böyük Britaniyanın da baş naziri zəng vurdular Zelenski ilə bir yerdə danışdılar. O söz verdi ki, sanksiyalardan danışacaq, amma heç bir sanksiya məsələsini dilə gətirmir. Bu isə siz də qeyd ediniz. Rusiya stimul verdi, konkret olaraq Putinə stimul verir və işğal siyasətinin ərazisini genişləndirmək istəyir. Yalnız hələ tuta bilmədiyi o 4 bölgə ki var ki, Donetskdən çox az bir hissəsi qalıbdır.
Xerson və Zaporojyenin çox hissəsi qalıbdır. Onları götürmək, hətta yəni nəzarət etmədiyi yerləri belə də götürmək təkcə bununla kifayətlənmir. Rusiya tamaşaçılar da bilsin. Bilirsiniz də, o İstanbul görüşündən çıxan nümayəndənin biri demişdi ki, biz nəinki 4, 5, hətta 8 dedik. Ona görə ki, hədəfdə Sum vilayəti, Dnepropetrovsk vilayəti və Kharkov vilayəti var. Yəni biz bildiyimiz o 4 və plus 5 Krımdan başqa 3 bunları da nəzərdə tutulur. Yeri gəlmişkən dünənləri Putin Kursk vilayətinin rəhbərliyi ilə və Sumla belə deyək ki, qonşu olan bələdiyyələrin rəhbərlərini görüş keçirdi. Siz təsəvvür edin ki, oradakı bələdiyyələrdən biri Putinə deyib ki, mən fark edirəm Sumutda. Sizin rəhbərliyinizlə Sumutda, çünki onlar bizə çox zərər verirlər. Putin gülür və deyir ki, Kursk vilayətinin qubernator vəzifəsini icra edən də elə sizin fikirdədir. O da həmişə deyir ki, Kurskun ərazisini genişləndirmək lazımdır. Yəni Kursk'a sərhəd olan Ukrayna torpaqlarını götürmək. Yəni ki, cəmiyyətin, məmur heyətinin, sıravi məmur heyətindən tutmuş prezidentinə qədər mövqeyləri işğalçılıq mövqeyidir. Heç kəs demir ki, gəlin sülh olsun, sülh danışıqları aparaq, bu məsələləri belə deyək, sülhə yönəldək. Hamı deyir ki, tutaq, işğal eləyək. Kaxolları cəzalandıraq. Ən çox sevdikləri ifadədir bunların, yəni kaxolları nadan-nakazat haqlı. Yəni bu, hamısı belə düşünür, hamı belə fikirdir. Bir fəslə cəmiyyət təfəkküründə, fəslə bir təfəkkürə malikdir daha doğrusu. Ona görə də tezliklə müharibənin bitməsi və yaxud da ki, hansısa bir atəşkəsə nail olunması ilətiniz ki, görsənmir. Bu, yalnız mənim qənaətim deyil. Bütün siyasi şərhçilərin, yəni ki, analitiklərin beynəlxalq səviyyədə, hamısı qənaət budur ki, faktiki olaraq Putin yay kampaniyasına başlayacaqdır. Yay kampaniyasına nələr aiddir? Yay kampaniyasına o 3 vilayətdən, yəni ki, Donetskinin az bir hissəsi qalıbdır, Pakrovsk istiqaməti, oradan tutmaq, Zaporojyeni, Xersonu tam bütövlükdə o vilayətin qalan ərazilərini tam götürmək, hətta perspektivdə mümkün ki, Sum, Kharkov vilayətlərinin də müəyyən hissəsini, eyni zamanda Dnepropetrovsk vilayətini, çünki Pakrovskdan sonra Dnepropetrovsk vilayəti başlayır. Yəni bunları tutmaq istəyir. Məqsədi də Ukraynanı daha çox güzəştə məcbur etməkdir. Amma bilirik ki, Avropa İttifaqı dünənlər artıq təsdiq elədi Rusiya qarşı sanksiyaları. Amerika yenə də qoşulmadı bu sanksiyalara. Yəni ki, bu Putin üçün çox belə stimul verici addımlardır. Baxmayaraq ki, Trump deyir ki, bu mənim müharibəm deyir, mən geri çəkilirəm. Amma burada geri çəkilməyin iki hissəsi var da. Bu kimə zərər verəcəkdir? Rusiya daha çox Ukraynaya. Ukraynaya hərbi yardım, kəşfiyyat məlumatları bugün də davam edir. O yüksək səviyyədə olmasa da davam edir. Amma Rusiya üçün çətinlik orada olacaq ki, Amerika Birləşmiş Ştatları ilə indiki mülayim bir vəziyyət, şərait yarandığı vaxtda Amerika Birləşmiş Ştatları geri çəkilir. Rusiya yalnız Avropa İttifaqı və Ukrayna ilə qarşı-qarşıya durur. Onların da mövqeyləri bəllidir. Mən hesab edirəm ki, bu ümumiyyətlə, yay kampaniyası deyəndə Putin nəzərdə tutub ki, qələbəyini bitirəcək. Yayın sonunda hətta bu istədiyinə nail olacaq. Ona görə də siz fikir verdinizsə, Cənubi Qafqazla, konkret Ermənistanla bağlı olan planların hamısını yaydan sonraya saxlayır.